Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yaşıllıqlar artırılır. Ərazidə təmir bərpa işləri həyata keçirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində park salınır və ərazi abadlaşdırılır. Yaşma bağları adlanan ərazidə isə divarlar rənglənir və hasarlar çəkilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ilə elan edilməsi ilə əlaqədar Sumqayıt şəhərində müxtəlif səpkili tədbirlər keçirilir. Bildirək ki, bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyət genişləndirilib və ətraf mühitin qorunması istiqamətində görülən işlər xeyli dərəcədə intensivləşib. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.